düşmək üçün birinci mərkəzi xəttimizi çəkdik. Həmişə parçanın üst tərəfində mərkəzi xətti çəkirik, boşluq saxlayırıq. Həmin parçanın əyriliyi düzəldir. Həmin parçanın əyriliyi düzəldir yuxarı hissədə. Standart xəttimizi çəkdik. Həm də biz yuxarı qalxacağıq axı beldən, ona yer saxlayırıq. 2-3 sm mütləq payı saxlamalıyıq. Sonra bu elə bir qat xəttimizdir bizim. Parçanın iki qatlanan hissəsi. Burada 5 sm biz əraziz payı saxlayırıq. 1 sm-də tikiş payı olacaq. 5 sm-də birləşdirib 5 sm ayırırıq. 5 sm ayırdıqdan sonra yufqanın uzunluğunu götürürük. Tutaq ki, yufqamızın uzunluğu 60 sm-dir. 60 sm qeyd etdik yufqamızın uzunluğunda. Sonra indi əsas mərkəzi xəttdə işləyirik. Bel yarım çevrəmiz nə qədərdir? 20, məsələn, təxmini bir ölçü götürürük. Üstünə gəlirik 3 sm viçkanın payı. Oldu 23 sm. Bel viçkan. Sonra indi biz oturacağımızın hündürlüyünü tapmalıyıq ki, oturacağımızı qeyd edirik. Bunu 2 üsulla qeyd edirik. Birinci üsul standart üsullardır. 16, 18, 20. İkinci üsul isə kürəyimizin uzunluğu arxadan, öndən yox. Kürəyimizin uzunluğunu belimizin incə yerinə verəcək. Tapdıq, məsələn 42-dir. Bölürük 2-yə. Kürəyimizin uzunluğunu 2-yə bölürük neçə qaldı? 21. 21, 42, böldük 2, elədi 21 sm. 21-dən də çıxırıq 2-ni, bu da elədi 19 sm. Deməli, bizim oturacağımızın hündürlüyü 19 sm. Bax, belimizdən 19 düşdük aşağı, görürsünüz, çanağımızı tapır. Oturacaq çevrəmizi tapır. Yarım çevrəmizi. O da belin küreğin ölçüsünden götürülüp ikiye bölünür. Yarısıdır da, bakınız da. Görürsünüz, böldük ikiye, yarısıdır. Burada ayrı verilir. Yarısı ikiye bölünür. Çıxırıq da ikili. İkili çıxdıq ki, normal ölçüde olsun. Mesela 21 olanda çok uzun olur. Ona göre de ikinin mütləq çıxmalıyıq ki, dəqiq yerində olursun. Düşdük 19 sm. Oturacağımızı qeyd edirik. Tutaq ki, oturacağımız da 21 sm. Qeyd etdik. Bel yarım çevrəmizlə oturacaq yarım çevrəmizi birləşdiririk. Bizim oturacağımız neçədir? 25. İndi yufqanın ətəyində də 25-i qeyd edirik. Düz yufqa istəyiriksə, bərabər olsun. 25, 25 birləşdiririk. 25. Ətək də oturacaq da 25 bir-birinə birləşdiririk. Sonra gələn dəfə istəyiriksə 2 sm irəli oturacaqda bitiririk. Oturacağı daralda bilmərik, yuxarı çıxmırıq. Yalnız oturacaqda bitiririk. Sonra burada götürürük biz viçkalarını tapmalıyıq. Viçkalarımızı tapmaq üçün sinə aramızı götürdük, sinə aramızı. Böldük 2-yə. Bizdə oldu 16. 16-nı 2-yə böldük, elədi 8. 8 santimetri götürdük. 8 santimetrdən sonra viçkanın payını götürürük. 3 santimetr viçkanın payını. Viçkalarımızın da hündürlüyü orada qeyd edirsiniz, yazmamışsınız. 8, 10, 12 santimetr. Bu da razmeri görə. Biz indi standart orta razmer olduğu için 10 santimetr götürürük. Viçkaları biz beldə götürürük ki, qarnımızda, yanımızda boşluq yaratsın. Rahat yanımız, qarnımız rahat içində otura bilsin. Sonra yufqanın əgər belində yuxarı qalxıb ovallaşdırmasa, yufqanın ön hissəsi bizim göbəyimizin üstünə çıxacaq. Rahat oturmayacaq belimizdə. Göbəyin üstünə çıxdı, narahatlıq yaranacaq. Yufqanın ön hissəsi göbəyin üstünə çıxanda aşağı hissəsi sallanacaq yanlara. Ona görə yan hissədən 1 sm qat xəttinə doğru sıfırlayıb, bax 1 sm qalxdıq yuxarı, qat xəttinə doğru sıfırlayıb. 1 sm bel xəttindən də qısalacaq axı. Biz yan xətdən qalxdıq 1 sm. Yufqanın uzunluğu 60-sı olacaq 59. Biz bunu uzatmalıyıq. 1 sm yuxarı qalxırıq, qat xəttində sıfırlayıq.